Xoş gördük dəyərli izləyicilər, hər birinizi salamlayıram və yenə də Badamdar avtomobil bazarındayım. Yəni Bakının ənənəvi ikinci əl, Respublikanın ən böyük ikinci əl avtomobil bazarında gəlmişik bu bazarki vəziyyəti təhlil etməyə, bazardakı alqı-satqının bu bazar hansı səviyyədə olduğunu yaxından incələməyə və təbii ki, bu məlumatı sizə ötürməyə, paralel olaraq da sizdən bir neçə avtomobillərlə bağlı təkliflər gəlib ki, həmin avtomobilləri çəkib sizə təqdim eləmək və təbii ki, bütün prosesi izləyəcəksiniz bu vlogda. Və bir də maraqlı bir layihə var, onunla da bağlı sizə çəkilişin ortalarında, o gedişatda sizə maraqlı informasiya verəcəm. Təbii ki, bu layihə hər biriniz üçün yararlı olacaq, xüsusilə də avtomobil alıb satmaq istəyənlər üçün maraqlı bir layihədən danışacağım sizə və bizi izləmədə qalın, biz düşürük bazarın mərkəzinə, gedək görək, ötən bazar əməlli başlı alış-veriş var idi, bu bazar nə baş verir, ümumiyyətlə qiymətlər heç olmasa bir ucuzlaşma müşahidə olunurmu, yoxsa elə əvvəlki qiymətlərdir? Getdik bazarın mərkəzinə. Bazara düşməzdən öncə ənənəvi qaydada yuxarıdan quş baxışı olaraq bazara nəzər yetirək. Əvvəlki bazarla, yəni ötən bazarla müqayisədə bu bazar avtomobillərin sayının çox olduğunu görmək olur. Elə irəlilədikcə bazarın sağ və sol hissələrinə baxanda da bunu açıq-aydın hiss eləmək olur. Baxın, nə qədər avtomobil var və boş yer çox azdır və hazırda saat 9-dur. Bu isə o deməkdir ki, bundan sonra da maşın axını baş verəcək bu bazara. Getdik mərkəzə, gedək görək qiymətlər və alqı-satqı hansı səviyyədədir. Düşdük bazarın mərkəzinə, gəzirik. Ümumi bazarın vəziyyətinə hələ ki nəzər yetirirəm. Elə ilk baxışdan demək olur ki, hələ ki bu saata bir sönük bir bazar görürük. Bir ötən bazarki kimi bir canlanmanı hələ ki müşahidə etmirəm. İrəliyən dəqiqələrdə nə baş verəcək, bunu da təbii ki bilmirik. Nə baş verəcəksə onu da olduğu kimi sizə göstərəcəm. İndi isə başlayıram, sizdən gələn o təkliflər var ki, müxtəlif avtomobilləri çəkməyimi istəmişsiniz. Həmin avtomobilləri bir-bir çəkib göstərəcəm. Diqqətlə vlogu axıra qədər izləyin, çox maraqlı olacaq. Bəli, dəyərli izləyicilər, demişdiniz ki, bəsdir daha Kia Hyundai çəkdiyin. Get, heç olmasa bu dəfə samballı maşın çək. Məsələn, Ford Fusion 2 titaniumları daha çox istəyirdiniz çəkməyimi. Burada bir dənə Ford Fusion 2 titanium var, 2020-ci ildir. Həmin avtomobillə alıcısı var başının üstündə, maraqlanır. 2020-ci ildir və avtomobil nə qədər gedib, ümumiyyətlə nədir vəziyyəti, qiyməti nədir, onu detallı şəkildə sizə təqdim edəcəm. Avtomobil 124 min mil gedib, təbii ki, Amerikanka olduğuna görə və Ford Fusionlar təbii ki, Amerikadan gəlir və qiyməti də 24 yarıma dedi. Vizual görünüşünü təqdim edəndən sonra keçəcəyik avtomobilin interyerinə. Baxaq görək, full komplektasiyadır, nədir, nə deyil göstərəcəyik sizə. Alıcılar interyerinə daxil olurlar, baxmaq istəyirlər və onlar baxsınlar, daha sonra mən keçəcəm içəri. İndi isə sizə mən avtomobilin disk təkərini göstərirəm. Yaxşı, təzə təkərləri var, diskdə əla vəziyyətdədir. Vizual görünüşü yaxşıdır, deyə bilərəm ki, hər hansı bir kosmetikə ehtiyac yoxdur. İndi bu qardaşdan sonra mən daxil olmaq istəyirəm. Bəli, qapını örtməyə zəhmət olmasa, interyerini sizə təqdim edəcəm. Bəli, keçirik. Full komplektasiyadır deyərdim. Elə kənardan görsənir bu. Oturacaqların baxın, elektron idarə olunmasını buradan müşahidə etmək olur və bütün funksiyaları var deyərdim. Kruz kontrolundan tutmur, hər şey var bu avtomobildə və biz buradan göstərəndən sonra yavaş-yavaş salona doğru daxil oluruq və fikir verirsinizsə, burada bizi qarşılayır böyük monitor, qara rəngdə dəri oturacaqlardır və 2020 olduğuna görə sürətlər qutusunu hərəkətə keçirən mexanizmi bax bu formadadır, joystick deyirlər və avtomobildə indi mən təqdim edəcəm sizə lip-stoplara qədər hər şey var burada. Funksiyaları da burada görürsünüz, kruz kontrolundan tutmuş və ümumiyyətlə bütün funksiyaları hamısı yerindədir. Avtomobil yağış sensoru, ondan sonra işıq sensoru var avtomobildə, yəni qaranlıqda avtomobil avtomatik işıqlanması və s. böyük monitoru görürsünüz. Sony səs sistemidir avtomobil və buradan biz keçirik oturacaqların ümumi vəziyyətini sizə təqdim etməyə. Çox səliqəli vəziyyətdədir. Baxın, oturacaqlarında hər hansı didilmə, sökülmə yoxdur. Yeri gəlmişkən bütün hər detalı sizə təqdim edirəm. Bəli, Ford Fusion, dəyərli izləyicilər, 2 titanium 2020-ci il model avtomobil 24.500 deyir deyəsən, hə? 24.500 deyir avtomobili. Və buradan da arxa sərnişinlərin oturduğu hissəni də sizə təqdim edirəm, dəyərli izləyicilər. Görürsünüz, kondisionerin hava hissəsi, hava verən, yəni ki, əsas giriş-çıxış hissəsi də arxa sərnişinlər üçün də nəzərdə tutulub. Avtomobil çox səliqəli vəziyyətdədir, dəyərli izləyicilər, amma bilmirik Amerikadan gələndə başına hansı iş gəlib. Onu da indi sahibindən soruşmağa çalışacağım. Yəni ki, mühərrik kanalının örtüyü, kapot dediyimiz onun zədəsi ilə gəlib. Detal dəyişib yoxsa yox?
Bəli, bir dənə kapot deyil dəyişib. Krollarda, yəni sağ-sol qanadlarında hər hansı formada dəyişiklik yoxdur. Detal olaraq bir dənə kapot dəyişibdir. Başqa bir udarı vuruğu airbagların açılmadığını deyir avtomobil satan. Çox qəşəng, çox ideal bir Ford Fusion 2 titaniumdur qardaşlar. Disk təkəri xüsusi olaraq ləzzət elədi. Dəyərli izləyicilər, daha bir Ford Fusion tapmışam, sizə təqdim edirəm. Biraz öncə çəkdiyim 2 titanium idi. Yalnız daxili yanma mühərriki, yəni benzindən söhbət gedir. Bu Ford Fusion isə 2 plug-in hibriddir. Yəni hibrid yox, 2 plug-in hibriddir. Avtomobil 2017-18 modeldir. Çox yaxşı səliqəli vəziyyətdədir. Göstərəcəm sizə vizual görünüşünü. Ümumiyyətlə Ford Fusionların demək olar ki, böyük əksəriyyəti, hətta 99% bazara çıxarılanlardan gedir söhbət. Çox səliqəli vəziyyətdə olur və təbii ki, bu daha çox adama ləzzət edir. Ford Fusionları belə tam səliqəli vəziyyətdə görəndə. Maraqlıdır ki, bu avtomobilə spacerlər qoyulub, təkərlərin biraz bandan kənara sport görünüş verilib avtomobilə. Nə qədər gedib avtomobil? Avtomobil hazırda 82 min mil. 82 min mil yürüşdədir. Start qiyməti nədir? 23.800-ə deyirlər, dəyərli izləyicilər. Bu Ford Fusion 2 plug-in hibridi. Biz daxil olacağıq. Avtomobil premium komplektasiyadır. Yeri gəlmişkən mən sizə təqdim edirəm bunu. Görürsünüz, oturacaqların idarə olunmasıdır və s. Amma bir dənə lük yoxdur. Ona görə premium komplektasiya deyirəm. Avtomobil böyük monitordur. Start-stopdur təbii ki. İçərisindən o qoxu gəlir. O hansı ki, bizə məlum olan zavodun qoxusundan gedir söhbət. Və biz buradan göstəririk. İdarəetmə panelindən tutmuş digər hissələri görürsünüz. Bunda lip-stoplar və s. yoxdur. Dükkanda gedir söhbət lip-stopların olmasından. Düzdür, zolaq tanıması və s. bu özəllikləri də yoxdur. Yəni avtomobil tam full komplektasiya deyil. Oturacaqları isə çox səliqəli vəziyyətdədir. Baxın, didilmə, sökülmə hər hansı formada burada bir deformasiya mən görmürəm. Hətta bu dirsəklik də yaxşı vəziyyətdə qalıbdır. Oturacaqların özünün o matlığını qoruyub saxlayıbdır. Yürüşü çox yaxşıdır. 82 min mildən gedir söhbət. Biz yavaşca daxil olacağıq avtomobilin arxa sərnişin oturacağında sizə təqdim etmək üçün bura. Görürsünüz, çox səliqəli vəziyyətdə oturacaqları var. Bu da bundan əvvəl çəkdiyim Ford Fusion kimi qara rəngdə salonlandır. Oturacaqların dər olması və s. Biz buradan yavaşca fırlanırıq və qabaq tərəfdən bu avtomobilin interyerini, idarəetmə panelini sizə göstərməyə. Belə, Ford Fusion 2 dənə məncə bəsdir. Bir dənə də Sport 2.7 tapsam çəkəcəm, tapmasam da heç nə. O maraq maşında. Ford Fusionların sportları da çox maraqlıdır. Bəli, dəyərli izləyicilər, çox sönük bazardır. Qiymətlər isə əvvəlki bazarlarla müqayisədə demək olar ki, aşağı-yuxarı eyni qiymətlərdir. Hər hansı formada qiymətlərdə bir emmə, bir xüsusi bahalaşma görmürük. Amma ötən bazardan ciddi fərq ondan ibarətdir ki, bu bazarda demək olar ki, alış-veriş yoxdur. Yer gəlmişkən avtomobilinizi satmaq üçün bazara gəlmək niyyətiniz yoxdursa, digər avtomobil satış səhifələrindən bezmisinizsə, oradakı qiymətlərin real olmadığına görə müştəri tapa bilmirsinizsə, dostumuzun yeni avtomobil satışı saytına daxil olub avtomobillərinizi yerləşdirə bilərsiniz. Neçə elan yerləşdirirsinizsə yerləşdirin, limitsizdir. Söhbət maşınsat.az-dan gedir söhbət, bitişik formada yazılır. Yəni daxil olursunuz, limitsiz şəkildə avtomobillərinizi yerləşdirirsiniz və sizdən hər hansı formada vəsait tələb olunmur və həm də həmin saytda siz avtomobillərin VIN kodunu da yoxlaya bilərsiniz. Bir problem yoxdur. Yeni saytdır, dəstək olaq və əminəm ki, bu sayt ümumiyyətlə avtomobil həvəskarları üçün əməlli başlı əlverişli olacaq və xeyli kömək eləyəcək. Bazarda hələ də populyarlığını qoruyub saxlayan bir avtomobil var. Kia Cerato 2011 1.6 servisdən gedir. Söhbət ağ rəngdədir. Səliqəli Ceratodur. Yəni bəzən bu maşınların bazarda görmək təbii ki, çox çətindir bu dövrlərdə. Demək olar ki, bu maşınlar bazarda yoxdur. 1-2 dənə tək-tük görə bilərsən, amma belə səliqəlisini tapmaq biraz qəlizdir. Və bu səliqəli olduğuna görə, yaxşı vəziyyətdə göründüyünə görə istədim bu avtomobili də sizə təqdim edəyəm. 14.000 manata deyir bu 1.6 servis Ceratonu 2011-ci ildir. Avtomobilin indi vizual formada göstərəndən sonra biz daxil oluruq interyerinə. Görək interyerində nə var, nə yox, dəli oturacaqlardır. Avtomobil servisin, belə deyək də, full komplektasiyasyıdır.
Baxın, oturacaqları və s. dəridir və biz buradan baxırıq, avtomobildə birdən də lük görürük. Qara rəngdə oturacaqları biz sizə təqdim edirik. Qiyməti bayaq dediyim kimi 14.000 manatdır və baxaq görək bu Kia Cerato nə qədər gedib 2011-in? Gedib 267.000 kilometrdə görürsünüz, buradan görə bilirsiniz yoxsa yox. 267.000-də yürüyüşü var. Qardaşlar buna lip-stop qoyublar. Hə, lip-stop qoyublar. Sonradan buna lip-stop qoyublar. Bilmirəm, sonradan mı qoyublar yoxsa özünün mü var? Bu lip-stoplar özünündür yoxsa sonradan qoyulub? İşləyir də, hə? İşləmir. Hə, deyir lip-stoplar özünündür, amma hal-hazırda deyir işləmir. Maraqlıdır. Mən görməmişdim 1.6 Ceratolarda belə lip-stop, yəni nə bilim. Baxın, siz özünüz də yazın şərhləri bu maşından. Məlumatı daha yaxşı olanlar yazsın görək doğrudan da 1.6 Ceratolarda 2011-lərdə lip-stop olubmu? Nə bilim, mən ilk dəfə də gördüm, ona görə mənə bir qəribə gəldi. Bəli, təqdim edirəm arxa oturacaqlarda sizə. Belə və bu Ceratoların 2014-15 modelində istəmisiniz məndən nəzərimdədir, onu da çəkəcəm sizə. Dəyərli izləyicilər, fonda bir maşın var, Chevrolet Equinox, hansı ki bu avtomobil bir 3-4 ay bundan öncə qiymətlərini mən sizə təqdim eləmişdim. 3-4 ay öncə bazarda bu avtomobillərin qiymətləri aşağı yuxarı 18.000-dən başlayırdı, 22-23 minə qədər. Təbii ki, ilinə və komplektasiyasına görə bu qiymət bu aralıqda dəyişirdi, amma indi vəziyyət fərqlidir. Bu avtomobillərin qiyməti bazarda görmək olur ki, bu 4-5 ay, 3-4 ay öncəki ilə müqayisədə bir xeyli artıb. Səbəblərini deyəcəm, bir də bax bu avtomobili sizə təqdim edəcəm 2018-in Equinox-unu və qiymətini, ümumi yürüyüşünü və bir də dediyim o səbəbləri sizə təqdim edəcəm. Başlayırıq bu Equinox-u detallı şəkildə incələməyə. Bəli, dəyərli izləyicilər, deməli bu Equinox 2018-ci il modeldir. Avtomobilin qiyməti, start qiyməti 26,5-dır. Hansı ki 4-5 ay öncə bu avtomobilin qiyməti mən bazarda çəkib sizə təqdim edəndə az qala 19 minə də, 20 minə də almaq olurdu. Və göründü ki, bu avtomobilə tələbat daha çoxdur, alanlar daha çoxdur. Ona görə də Amerikadan gətirənlər bu vəziyyətdən istifadə edərək avtomobili bazarda indiki vəziyyətdə qiymətini 18-17 fərqi yoxdur. Yəni bu aralıqda olan, ili bu aralıqda olan avtomobilləri, Equinox-ları 24 mindən yuxarı, 25 mindən yuxarı təklif edirlər. Hətta bu qarşımızdakı Equinox-un da qiyməti 26,5-dır deyir. Avtomobil polnu full komplektasiyadır, yeri gəlmişkən mən sizə təqdim edəcəm bunu. Qara rəngdədir, müxtəlif hissələrində bez kraska işləri var. Görürsünüz, mən sizə bu hissələri təqdim edirəm, amma bundan başqa bir xüsusi bir kosmetiklik bir iş görmürəm mən. Daxil oluruq və burada belə deyək də narıncı da deməyək, tünd sarı və tünd kapuçino rəngli bir salon görürük biz burada. Kapuçino rəngli salon. Avtomobilin oturacaqlarının elektron idarə olunmasıdır və biz buradan qalxırıq salonun detallı şəkildə sizə təqdimatını aparmaq üçün. Kameranı hər tərəfə fırlayıram ki, siz rahat şəkildə bu Equinox-un salonu ilə tanış olasınız. Və buradan keçirik, dirsəklik səliqəli vəziyyətdədir. Buradan yavaş-yavaş o birisi qapıya və idarəetmə panelinə doğru, şitə doğru mən gəlirəm. Böyük monitor görürəm, start-stop görürəm və buradan yavaş-yavaş gəlirəm kruz kontrola qədər. Hər şey görürsünüz var bu avtomobildə. Yürüyüşü nə qədər getmişdi qardaşım? Hə, 128 min mil də yürüyüşdədir. Yəni ki, real yürüyüşdən gedir söhbət. Görürsünüz, burada iki funksiyalarda sizə təqdim edirəm. Və yavaş-yavaş qalxırıq avtomobilin damına. Başdan başa panoramik dam biz görürük. Yəni, polnu full komplektasiya da deyə bilərik. Elektron ələcəndən tutmuş avtomobildə hər şey var. Amma açarsız görürsünüz, 4 qapıların 4-ündə də açarsız daxil olma və s. hər şeyi biz burada görə bilirik. Evet, dəyərli izləyicilər, Chevrolet Equinox 4-5 ay bundan öncə bu avtomobillərin qiyməti 18-19-20 min aralığında dəyişirdisə, indi qarşımızdakı 2018 söhbət bu modeldən gedir. Bu avtomobil 26,5 təklif olunur. Və bu isə o deməkdir ki, qiymət bu avtomobillərdə avtomatik dəyişibdir. Dəyərli izləyicilər, mən yekun olaraq bu avtomobili ön hissədən də sizə təqdim edəcəm. Maraqlıdır, Amerikadan gələndə başa hansısa bir iş gəlib, yoxsa yox? Nə olub, nə vuruğu falan olub, yoxsa yox, onu soruşmaq istəyirəm. Sağ tərəfdə nə isə dəyişib, yoxsa yox? Bir dənə qapı dəyişib. Hə, sağ qabaq sərnişin qapısı. Hə, sağ qabaq sərnişin qapısı ilə bu sağ qanad hissədən vuruğu olubdur və hər iki detalın da dəyişdiyini deyir avtomobil sahibləri. Belə dəyərli izləyicilər, Chevrolet Equinox demişdiniz, bunu da çəkdim.
Bəli, dəyərli izləyicilər, 2023-cü ilin daha bir Equinox-unu təqdim edirəm. Bu daha yeni nəsildir. Biraz öncə çəkdiyim 2017-18 model idisə, bu Equinox isə 2023-cü ildir. 1.5 turbo mühərrikdir. Bayaq çəkdiyim, təqdim etdiyim qara Equinox-un eyni mühərrikdir bu avtomobildə də. Amma görürsünüz, bunun ön hissəsi ilə digər 2018-in ön hissəsi, yəni ki, bu aqressiv görünüşdən danışıram, fərqlidir. Farların quruluşu da tamam fərqli formadadır. Qiyməti 27.000 yarım, yoxsa 27? 27.000 manat da qiyməti var. İki qapıda biz açarsız daxil olma görürük və içəri keçirik. Bu avtomobil sadənin bir tık üstü komplektasiyadır. Baxın, mən sizə təqdim edirəm. Parça salondur. Sadəcə oturacaqların idarə olunması da böyük monitordur. Təbii ki, yeni nəsil avtomobil olduğuna görə açarsız daxil olması var. Ön qapıları və start stopu var. Parça oturacaqlardır. Parça salondur. Görürsünüz, damında da hər hansı formada bir balaca da olsa bir lüku yoxdur. Amma qiyməti 27.000 manatdır, dəyərli izləyicilər. Arxa oturacaqları da təqdim edirəm bu Equinox-un. Görürsünüz, arxa oturacaqları da sizə göstərirəm. Kondisionerin giriş çıxışı, burada USB şarj etmə yerləri və s. var avtomobildə. Və buradan biz göstəririk qabağı, yəni ki, şiti, idarəetmə panelini və s. bu avtomobilin içərisinin interyerinin görünüşünü bu formada təqdim etmək istəyirəm sizə. Avtomobil nə qədər gedib, qardaş? Görürsünüz, arxa görünüşünü də mən təqdim edirəm. LT versiyasıdır, yəni orta komplektasiyadır deyək. Nə qədər gedib avtomobil? 70 isə gördüm, yoxsa? Elədir, kilometr. Hə, 75 min. Hə, 48 min mil, 75 min kilometr hardasa yürüş eləyir bu da. Səliqəlidir, qiyməti isə bu 1.5 crossover üçün, nə bilim vallah, 27.000 manatdır. Baxın, özünüz öz şərhlərinizi bu avtomobillər üçün yaza bilərsiniz. Bazarda görürsünüz, dəyərli izləyicilər, alıcılıq demək olar ki, yoxdur. Sadəcə 5-6 nəfər toplaşıb bir yerə söhbət edir, onlar da maşın satanlardır. Yəni, ötən bazarki alış-verişi mən görmürəm. Məhz buna görə də hər dəfə deyirəm ki, bazarı bilmək olmur. Hər dəfə bir vəziyyətdə, bir situasiya ilə qarşılaşırsan. İndi də yağış başladı, baxaq görək bu yağış bizim çəkilişimizə nə dərəcədə problem yaradacaq. Ümumiyyətlə çəkə biləcəyikmi detallı şəkildə dediyiniz avtomobilləri. Dəyərli izləyicilər, əslində istəmişdiniz Hyundai Accentlər 14, 15, 16 model. Bu avtomobil aşağı yuxarı yeni modeldir. 2017-ci ildir. İli sadəcə olaraq nisbətən yenidir. Avtomobil Kareykadır, yəni Koreydən gələn avtomobildir. 1.4 mühərrikdir. Nə qədər gedib dediniz? 89 min yürüşdədir. Deyək 90 min yürüşdədir. Baxanda kənardan görmək olur ki, avtomobil premium komplektasiyadır. Disk təkər əla vəziyyətdədir. Ümumi görüntüsü səliqəlidir. Neçə deyirsiniz start qiyməti? 18.500 manata bu Hyundai Accent'in qiymətini, start qiymətini deyir satan qardaş. Və demişdiniz ki, 2014-15 modeli, 16 modelini çəkir. Aşağı yuxarı eyni modeldir. Bir daha deyirəm ki, vizual görünüşünü göstərirəm. Açarsız daxil olmasa yoxdur. Görürsünüz, yəni ki, orta komplektasiya olduğuna görə avtomobil dəri oturacaqlardır. Yəni parça salon deyil, tam sadə deyil. Ümumi vizual görünüşünü sizə göstərirəm. Yaxşı səliqəli vəziyyətdədir. Yəni interyerindən bağlı xüsusi bir şərhə məncə ehtiyac yoxdur. Burada sadəcə olaraq görürsünüz, bu yerdə bir dənə sürüşmə əleyhinə bir funksiyası var. Qalan heç bir şey mən görmürəm. Damında da görürsünüz, bir balaca da olsa bayaq dediyim kimi bir lük gözə dəymir və oturacaqları isə, dəri oturacaqları isə çox səliqəli vəziyyətdədir. Dəyərli izləyicilər, fikir verirsiniz. Yəni yürüşü 90 mindir. Məhz 90 min yürüşünü interyerinə daxil olanda daha yaxşı hiss eləmək olur. Belə, avtomobilin vizual görünüşündə kosmetikaya hər hansı bir formada mənə ehtiyac görmürəm. Səliqəli vəziyyətdədir. Arxa oturacaqları da səliqəli vəziyyətdədir. Şəxsi əşyaları var deyə mən daha detallı göstərmək istəmədim. Belə, dəyərli izləyicilər, qiymətini də dedik. Bu Hyundai Accent'in ümumi görünüşündə, Koreyka Accent'in ümumi görünüşündə sizə təqdim elədim. Demişdiniz ki, 2014-15 model Kia Cerato'lar, yəni K3'lər tap çək. Mən də tapdım. Biri qarşımızda da Amerikanka, 2015-ci ildir. Avtomobilin qiyməti 18 min dediniz, hə? 18 min dediniz, hə? Neçə dediniz? Hə, 18 min manat, 18 min manat da qiymətidir. Dedi, razılaşmaq olar qardaş, deyir, Amerikankadır, yeri gəlmişən Dodge mühərrikdir, fikir verirsiniz. Sadə mühərrik deyirlər buna. Yəni bu mühərriklər qovmağa meyilli mühərriklər deyil.
Ona görə də müəyyən əgər qovursunuzsa, aqressiv sürürsünüzsə, şaka-şak səs eləməyə, yəni aqressiv sürüş üçün nəzərdə tutulmayıb həmin mühərriklər. Biz ümumi vizual görünüşünü bu Ceratonun K3-ün 2015 modelin, başqa sözlə Forte'nin, yəni bunun 3-4 dənə adı var deyərdim, onu sizə təqdim eləməyə. Amerika bazarı üçün Forte də gəlir, Koreya bazarı üçün Cerato K3 də deyilir və s. Yəni aşağı yuxarı bu modellər, yəni adları fərqli olsa da söhbət eyni bandan olan maşından danışıram mən sizə. İndi buradan daxil olacağıq bu Forte'nin, yəni Ceratonun, başqa sözlə K3-ün interyerini sizə təqdim etməyə. Parça salondur. Avtomobil tam sadə komplektasiyadır. Oradan mən sizə təqdim edirəm qabaq ön qapıdan. Qardaş narahat olmayın, siz düşmürsünüz. Ümumi idarəetmə panelindən sizə təqdim edəcəm. Görürsünüz, tam sadə komplektasiyadır. Nə qədər gedib orada? Görsədir. 115 min mildir də, hə? 115 min mil yürüyüşü var. Görürsünüz, sadə olduğuna görə açardır və s. Yəni burada xüsusi bir şərhə ehtiyac yoxdur. Burada tam sadə bir yəni səs sistemi var və biz buradan parça oturacaqları görürük. Avtomobili qapısını yüngülcə örtürük. Biz hər hansı formada avtomobildə lük və s. görmürük. Boz rəngdə salonu var və parça salondur deyərdim. Belə dəyərli izləyicilər, qiymətini də sizə dedik. Bu Amerikanka Ceratonun, başqa sözlə Forte'nin qiyməti 18 min manatdır. Disk təkərini sizə təqdim edirəm. Nə bilim, yürüyüşü və s. ümumi görünüşü yaxşıdır. Yenə də nə yaxşıdır, nə də pisdir, orta. Müəyyən əl gəzdirmək lazımdır. Farlar və s. yorulub kənardan bunu görmək olur. Göstərdim sizə, daha yaxşısı olsa onu da çəkəcəm sizin üçün. Baxın dəyərli izləyicilər, biraz öncə çəkdiyim Forte'nin, yəni K3-ün bir tık üstü modeldir. Daha yeni nəsil deyək, ona nisbətən. 2017 modeldir. Koreyadan gəlib bu K3 sedandır. 1.6 benzin mühərrikdir. Avtomobil 2017-ci ildir. 16-17 model deyək. Biz daxil olacağıq interyerinə. Bəli, Koreyalıların full komplektasiyası deyək bu avtomobilə. Görürsünüz, oturacaqların idarə olunması və s. hər şeyi biz burada görürük. Lükünə qədər bu avtomobildə hər şey var, dəri oturacaqlardır. Yəni ki, full komplektasiyada dəyərli izləyicilər, biz buradan yürüyüşünə baxırıq, 191 min yürüyüşdədir, real yürüyüşdədir, sükanı yaxşı vəziyyətdədir, didilmə, sökülmə, dəridə hər hansı bir deformasiya və s. yoxdur. Biz bunu buradan rahat müşahidə edə bilirik və yəqin ki, kameramda sizə bunu daha yaxşı göstərə bilir. Baxanda, yəni idarəetmə panelinə baxanda biz buradan həmən yürüyüşü mən sizə göstərmək istəyirəm. Görürsünüz, buradan göstər. Biz yaxınlaşırıq, arxa oturacaqları, sərnişin oturacaqlarını sizlə tanış eləməyə, dəyərli izləyicilər. Keçirik içəri və görürsünüz, oturacaqlarda hər hansı formada didilmə, sökülmə yoxdur. Yürüyüşü də pis deyil, normaldır. Yəni 300, daha doğrusu 200 minə az qalıbdı yürüyüşü. Amma 200 minə az qalsa da dəyərli izləyicilər, səliqəli sürülüb və səliqəli idarə olunub bu K3. 2017-ci il dəyərli izləyicilər göstərirəm sizə. 22 min manat da start qiymətidir dəyərli izləyicilər. 22 min manat da bu Ceratonun qiymətidir. 22 min manat. Bəli dəyərli izləyicilər, bazara gəzirəm, baxıram, müşahidə aparıram. Çox bərbad bir bazar görürəm. Real alış-verişi mən şahid olmamışam. Məhz bu yerdə bir şey demək istəyirəm. Bu reklam deyil və mən bunu sizə təqdim edirəm ki, həmin sayt çox yeni dizaynda və sadə formadadır. Girəcəksiniz və bir ayda neçə avtomobil istəyirsinizsə həmin sayta yerləşdirə bilərsiniz. Sizdən hər hansı formada vəsait tələb olunmayacaq və hətta yəni limitsiz, yəni elan yerləşdirə bilərsiniz. Xüsusi olaraq da həmin saytda avtomobillərin VIN kodlarını yoxlaya bilərsiniz ki, bu özəlliyi də var. Söhbət maşın sat.az-dan gedir. Dəyərli izləyicilər, biraz öncə mən bu modelin Amerikanka versiyasını çəkmişdim. İndi isə Koreykasını çəkirəm. Yəni Koreya bazarından gələn K3 deyək, Cerato deyək, Forte deyək. Yəni eyni avtomobildən gedir söhbət. 1.6 dizeldir. Koreyadan gəlib avtomobil full komplektasiyadır. 2015-ci ildir. Avtomobil yenə deyirəm 1.6 dizeldir. İndi ümumi vizual görünüşünü sizə təqdim edəndən sonra keçəcəm interyerini sizə göstərəcəm yaxından. Ağ rəngdədir, səliqəli vəziyyətdədir. Kənardan baxanda da görmək olur ki, bu avtomobildə hər hansı formada kosmetikaya ehtiyac yoxdur. Disk təkəri də ki, çox yaxşı vəziyyətdədir. Lezva disk təkərlər deyirlər. Ümumi görünüşü mən sizə təqdim edirəm və buradan təbii ki K3-ü görürük. Gördünüz, bayaqları bunda Forte yazılmışdı. İndi isə K3-dür. Başqa sözlərdə Cerato deyə bilərik. 2015-16 modeldir bu. Dəyərli izləyicilər, biz buradan daxil oluruq. Bu
Serato'nun, K3'ün, Forte'nin nə deyirsinizsə deyin, onun interyerini sizə göstərməyə görürsünüz. Oturacaqların elektron idarə olunmasıdır. Çünki kareykaların polnu full komplektasiyadan gedir söhbət. Biz buradan göstəririk. Qara rəngdə dəri oturacaqlardır. Didilmə, sökülmə hər hansı formada bir anormallıq hələ ki görmürəm. Mən buradan qalxıram, sərnişin oturacağını sizə təqdim edirəm. Dirsəyə altı da səliqəli vəziyyətdədir. Biz buradan keçirik. Oturulma hissəsində də didilmə, sökülmə yoxdur. Baxın, buradan mən sizə təqdim edəcəm dəyərli izləyicilər. Baxın, isidilməsi və soyudulması üçün də oturacaqların, ön oturacaqların bu funksiyalarından gedir söhbət. İrəli eləyirsiniz isidilmə, 3 təbii ki xoddadır və aşağı eləyirsiniz 3 tempdə soyudulma. Siz bu funksiyadan da yararlana bilərsiniz. Qalxırıq şitə və idarəetmə panelinə doğru gəlirik və burada bir böyük bir monitor görürük. Buradan gəlirik biz idarəetmə panelinə və o sükanın da didilmədiyini, sökülmədiyini, səliqəli vəziyyətdə olduğunu görürük. Anlaşırıq avtomobilin sərnişin oturacaqlarını sizə göstərməyə. Arxa sərnişin oturacağından gedir söhbət. Görürsünüz, səliqəli vəziyyətdədir. Burada da bir didilmə, sökülmə yoxdur. Çox yaxşıdır, öz matlığını da hələ qoruyub, saxlayıb. Maraqlıdır ki, bu avtomobil nə qədər yürüyüşü var. İndi onu da sahibindən soruşub sizə təqdim edəcəm. Avtomobil nə qədər gedib? Start 138 min yürüyüşdədir. Start qiyməti də nə idi? Bəli, dəyərli izləyicilər, 138 min yürüyüşdədir bu avtomobil və start qiyməti də 20.800 manatdır. 2015-ci il Kia Cerato, K3 və yaxud Forte fərqi yoxdur. Bu Koreya modeli və 1.6 dizeldən gedir söhbət. Qarşımızdakı bu avtomobil isə Y220-dir. Yəni 2.2 dizel Mercedes Y-klassdan gedir söhbət. 2015-ci ildə avtomobil. Yenə qeyd edirəm ki, mühərrik 2.2 dizeldir. Avtomobil polnu full komplektasiyada ağ rəngdədir və maraqlı görünüşdədir. Gördünüz, ön tərəfini mən sizə təqdim elədim. Elə vaxt itirmədən keçirəm. Açarsız daxil olmasından biz interyerini sizə təqdim eləməyə. Dəyərli izləyicilər, Y-klassdan gedir söhbət. 2015-ci ildən gedir söhbət və biz görürsünüz, Mercedeslərdə ənənəvi şəkildə oturacaqların memri paket idarə olunması, yəni yaddaşda oturacaqların funksiyaları qapıdadır və biz buradan keçirik oturacağın bu hissəsini sizə təqdim edirik və paralel olaraq qalxırıq. Nə edirik? Avtomobilin idarəetmə panelini, sükanın və s. sizə daha yaxından göstərməyə. Y220 dəyərli izləyicilər, 2.2 mühərrik, lip stoplara qədər bu avtomobildə hər şey var. Çünki polnu full komplektasiyada avtomobil görürsünüz, lip stoplara qədər avtomobildə bütün funksiyaları var və buradan təqdim edirəm sizə. Amma maraqlıdır ki, çeşkalardakı kimi əl əyləci buradadır dəyərli izləyicilər və yeni nəsil bir çox avtomobillərdə hələ də Mercedes modellərlə gedir. O əl əyləcəni orada saxlayıblar. Niyə? Onu da mən başa düşə bilmirəm və buradan göstərirəm sizə idarəetmə panelini və maraqlı görünüşdədir. Burada bir yüngülvari bir monitoru var. Görürsünüz, oturacaqları da çox səliqəli vəziyyətdədir. Bu sərnişin oturacaqdır, çəkdiyim dəri oturacaqdır və çox səliqəli vəziyyətdədir. Biz buradan yavaş-yavaş gəlirik, neynirik? Sürücü oturacağını da sizə yaxından göstərirəm və biz buradan qalxırıq hara? Qalxırıq damına dəyərli izləyicilər. Burada bir dənə böyük bir lük görürük və maraqlı görünüşdədir və biz buradan enirik bir də avtomobilin interyerinə. Qiyməti neçə dedirsiniz? Qiyməti 30.000 manat da dəyərli izləyicilər 2015-ci ilin bax bu 2.2 dizel Y-klassından gedir söhbət. Onun qiyməti də ki 30.000 manatdır. Start qiyməti. Baxın, bu da arxa oturacaqlardır. Biz buradan yüngül formada keçəcəyik ön tərəfə və ön görünüşü də sizə təqdim edirəm. Buradan isə qalxırıq lükə. 30.000 manatlıq bu Y-klassın start yürüyüşü, hazırki real yürüyüşü də 200.000-dir. Belə. Bu da bunun ön tərəfdən görünüşü. Biz gedirik buradan yavaş-yavaş bu Mercedes yazısında sonlandırırıq bu Mercedesin çəkilişi. Dəyərli izləyicilər, xahiş eləmişdiniz ki, C-Class 98-ci il, yəni çeşka bildiyimiz 2 motor tapı çək və mən də birini tapmışam. Yaşıl rəngdədir, yəni maraqlı qəşəng rəngidir. Avtomobil çöldən çörazbor rənglənibdir. Çox maraqlı görünüşdədir. Yəni səliqəli işlənib avtomobil. 98-ci ilində bu çeşka və 2 motordur. Xüsusilə onu vurğulamaq istəyirəm sizə. Vizual görünüşünü mən sizə təqdim edirəm. Bir qardaş xahiş eləmişdi. Onun xahişini yerə salmamaq üçün bu 2 motor çeşkanı çəkirəm. Buradan vizual görünüşünü sizə təqdim edirəm. Görürsünüz, dəyərli izləyicim. Və təkər disk, şam disklər deyirlər də bu çeşkalarda. O da öz qaydasındadır. İnteryerinə daxil oluram və
Bəli, Çeşkanın da interyeri ilə bağlı xüsusi bir şərh demək istəmirəm. Ənənəvi, hər kəsə tanış olan bir interyerdən gedir söhbət. Biz buradan qalxırıq bu ənənəvi sükana və buradan sürətlər qutusu mexanizmin bölündəki şüşələrin endirib qaldıran hissələrə və bagajın, yəni yük yerinin açılması və s. ön şitin görünüşü səliqəli vəziyyətdədir. Oturacaqları da səliqəli vəziyyətdədir. Parça oturacaqlardır. Çox səliqəli vəziyyətdədir. 13.000 manat almaq olar 13.000-ə. Qardaş 13.200 start qiymətini deyir, amma dəyərli izləyicilər 13.000-ə almaq olar. Bəlkə də biraz qurdalasan, biraz da aşağı almaq olar, bilmirəm. Yəni onu mən deyirəm sizə, amma start qiymətini 13.200-ə deyir bu qardaş. Belə 2 mərrik C-Class, başqa sözlə Çeşka 98-ci il. Bir dəyərli izləyicim də yazmışdı ki, xahiş edirəm mənə 2.2 dizel olan Hyundai Grandeur tap çək. Tapmışam dəyərli izləyici. Qarşımda da qara rəngdədir. 2015-ci ildə avtomobil nəyi var, nəyi yox, xüsusiyyətləri, ümumiyyətlə komplektasiyası və s. ili dediyim yürüyüşü və qiyməti ilə bağlısı tanış eləyəcəm. Yaxın əyləşin və bu vlogda bu Grandeurun yeri var. Avtomobil Koreyadan gəlib, təbii ki, 2 dizel olduğunu mən deyirəm sizə. 2 dizeldir. Yenə deyirəm mən bunu sizə. Avtomobilin ümumi vizual görünüşündə bir balaca ön bamperdə kosmetik iş var. Amma vizual banda, yəni ki, qapılarda, əsas detallarda mən hansısa formada bir anormallıq hələ ki görmürəm. Disk təkəri görürsünüz, səliqəli vəziyyətdədir. Bu Grandeuru yavaş-yavaş başına kurukulayandan sonra keçəcəyik biz bunun interyerini sizə təqdim eləməyə, dəyərli izləyicilər. Yer gəlmişəm bu tərəfdən də, yəni sol tərəfdən də, sürücü tərəfdən də mən banın, yəni detallarını sizə təqdim edirəm. Yaxınlaşırıq, qapısı ilə açıqdır. Biz buradan baxırıq ki, qapıda açarsız daxil olma var. Yəni ümumiyyətlə avtomobil full komplektasiyadır və görürsünüz damın böyük panoramik tavan olduğunu və Mercedeslərdəki kimi yaddaşlı memri paket oturacaqların idarə olunması qapıda da görürsünüz. Grandeurun məhz bu xüsusiyyətini sevirəm və deyərdim ki, Grandeur Hyundai'ın şah əsərdə həqiqətən də və bunun yeni modelləri də başqa bir canavardır. Avtomobilin oturacaqları yaxşı vəziyyətdədir. Yəni tünd şokolad rəngi görünüşü var. Tünd də deməzdim elə, əsl şokolad rəngi görünüşdədir avtomobilin rəngi. Oturacaqların rəngi, didilmə, sökülmə və ciddi bir deformasiya görmürəm. Müəyyən xırda-para işləri var ki, onda əl gəzdirmək olar və dirsək altı da yaxşı vəziyyətdədir. Biz buradan fırlanırıq avtomobilin ön şitinə, yəni ki, söhbət idarə etmə panelindən gedir və biz buradan qalxırıq. Burada da Grandeur yazısı indi açar yoxdur deyə aça bilmirəm. Böyük monitoru var, start stopudur və oturacaqların bayaq göstərdiyim kimi dəyərli izləyicilər görürsünüz, mən buradan təqdim edəcəm sizə. Həm isidilməsidir, həm də soyudulması hər iki istiqamət üzrə bu var. Və biz buradan fırlanırıq astaca avtomobilin yuxarıdan panoramik tavanını sizə təqdim eləməyə. Görürsünüz, dəyərli izləyicilər, maraqlı bir Grandeurdur, 2.2 dizeldir. Avtomobilin yürüyüşü ilə və qiyməti ilə bağlı məlumatı verəcəm. Diqqətlə və bu görüntülərə, bu maraqlı görüntülərə baxın. Sonda mən bir kəlməlik onsuz o informasyonu sizə verəcəm. O informasiyanı arxa oturacaqlar da maraqlıdır, səliqəlidir, yaxşı vəziyyətdədir. Buradan da panoramik tavanı sizə təqdim edirəm. Çox səliqəli vəziyyətdədir avtomobil. Və görürsünüz, burada da qapıda da təbii ki, arxa oturacaqların isidilməsi üçün də burada da funksiyası var. Hər iki qapıda, yəni arxa oturacağın, yəni sərnişinlər üçün də nəzərdə tutulan həmin funksiyadır. Qardaş, avtomobil nə qədər gedib? 204 min orijinal yürüyüşdədir. Start qiyməti nə idi? 30.500 manat və deyir ki, endirimdə olacaq almaq istəyən qardaşlara. Belə dəyərli izləyicilər. 30.500 2.2 dizel Koreyka, bax bu Grandeurdan gedir söhbət. Belə, burada bir maraqlı bir maşın var. Söhbət Nissan X-Trail'dən gedir. Avtomobil 43 min yürüyüşdədir və servisdir. Servisdir, bax, 43 min yürüyüş, servis və bu ildə, bu modeldə olan avtomobillər demək olar ki, barmaqla sayılacaq qədərdir. 43 min yürüyüş nə deməkdir bilirsiniz və heç bir detalla rəng dəyməyib. Xüsusi olaraq servisdir, yəni sükanın sağdan sola keçməsi versiyası deyil. Mən indi bu X-Trail'i sizə detallı şəkildə incələyib təqdim edəcəm. Qiyməti də maraqlıdır, ili də maraqlıdır və mühərriki də maraqlıdır və digər detallar da təbii ki, yaxın əyləşin. Maraqlı X-Trail var və sizə bunu təqdim edirəm. 2013-cü ildir və avtomobil 2.5 benzindir və yenə qeyd edirəm ki, bu avtomobil dəyərli izləyicilər, servisdir, sükanın sağdan sola keçməsi deyil. Yəni orijinal özüdür, X-Trail'in orijinal özüdür. Baxın, biz buradan gəlirik, görürsünüz, sürətlər qutusunun
məhz bu hissəsindəki bu yazılar drive'dir və s. sağdan sola keçəndə burada olur. Qısası bunu deyirəm sizə və təbii ki biz buradan qalxırıq. Bütün bu prosesləri yaxından incələyib göstəririk. Avtomobilin içərisində elə bir ki heç kim oturub bu avtomobili idarə eləməyib. Yəni o dərəcədə səliqəli və təzə qalmış bir X-Trail'dən gedir söhbət və həqiqətən də belə bir X-Trail'i tapıb ərsiyə gətirmək, bazara gətirmək bir fərasətdir, maraqlıdır. Yəni belə bir X-Trail harda qalmışdı indiyə qədər? Görürsüz, oturacaqların idarə olunmasıdır. Burada başdan başa böyük bir panoramik biz tavan görürük. Yəni servisin fulludur da bu avtomobil, servisin fulludur. Dəyərli izləyicilər, servisin full paketidir. Biz buradan gedirik, restyling versiyası deyək də. Yenə də idarəetmə panelini və şiti sizə təqdim edirik. Təbii ki, keçəcəm sürücü tərəfdən də bunu sizə göstərəcəm. Yer gəlmişkən, bax burada da görürsünüz, oturacaqların və burada isidilməsi düymələri var. Digər tərəfdə də var, yoxuşdan düşməsi və s. Və mən digər tərəfdən də sizə göstərəcəm. Əleyküm salam. Sizə bu X-Trail'in ümumi görünüşünü, baxın, arxa oturacaqların səliqəliliyinə baxın. Həqiqətən də avtomobilin içərisindən zavod qoxusu gəlir. Mən belə X-Trail neçə vaxtı bazara gedib gəlirəm. Belə bir X-Trail görməmişdim deyə maraqlı oldu və bu avtomobilə yaxınlaşdım ki, çəkəm sizə göstərəm. Baxaq görək. Qiymətini bilmirəm, dedim sizə, demədim, yenə də deyəcəm təbii ki, qiymətini sizə göstərirəm sizə. Baxın, avtomobil həqiqətən də zavod avtomobili, dəyərli izləyicilər. Oturacaqları içərisindəki o gələn zavodun qoxusu və s. Qapıları iynə kimi avtomobildə, örtülməyinə baxın qapılarının. Baxın, və biz buradan bu oturacaqların ön sürücü oturacağının elektron idarə olunmasından tutmuş hər şeyi görürük. Çünki avtomobil servisin fulludur. Yenə deyirəm ki, buradan gəlirik hara? Buradan gəlirik idarəetmə panelinə nəyi görürük? 43 min yürüşü burada görürük. Dayı da deyir ki, servisli, servis kitabçası da var. Harda istəyirsiniz, yürüşünü də yoxlatdıra bilərsiniz. 43 min yürüş bu ildə bu avtomobilin qalmağı həqiqətən də maraqlıdır və xüsusi bir avtomobili deyərdim. Məhz buna görə görürsünüz. 2.5 mühərrik dəyərli izləyicilər, çox səliqəlidir də, çox səliqəli. Doymuram bu avtomobili çəkmək üçün. Görürsünüz, dükanı və s. Qiyməti nə idi? Start qiyməti? Start qiyməti 27 min manat da bu X-Trail'in start qiymətidir dəyərli izləyicilər. 27 min manat. Start qiyməti 27 min manat. Məncə X-Trail həvəskarları üçün bu pulu belə bir X-Trail'ə vermək əladır, uduzmaz. Burada olasan 26-ya da bəlkə də almaq olar. Demişdiniz ki 2015-16 model K5, yəni söhbət 2 Optimadan gedir, tapın çəkin. Və tapmışam, biri var qarşımızda, o maraqlıdır ki bu 2016-cı ilin K5-i dəyərli izləyicilər benzin deyil, 2 turbo benzin deyil, hətta 1.7 dizeldir dəyərli izləyicilər, 1.7 dizeldir. Bax bu K5-in ili 2016-cı ildir və mühərriki də 1.7 dizeldir. Pollu full komplektasiyadır bu K5 və Koreyadan gəlibdir Azərbaycana. Ona görə mən sizi detallı şəkildə ümumiyyətlə vizual görünüşündən başqa interyerində full görünüşünü də sizə təqdim edəcəm. Qiyməti dediniz, start qiyməti neçədir qardaş? 25.700, ha? 25.700 start qiymətidir. Biz buradan yavaş-yavaş açarsız daxil olma və biz keçirik açarsız daxil olmadan içəri interyerini sizə təqdim etməyə, görürsünüz. Gəlirik və bu K5-in 1.7 dizel K5-in interyeri ilə sizə tanış eləməyə görürsünüz. Oturacaqların elektron şəkildə idarə olunmasını görürük. Genişdən gəlirik və biz buradan üstdən görürsünüz bir böyük panoramik damını, yəni ki, böyük bir lükünü sizə təqdim edirik və biz buradan keçirik interyerinə. Sizə ümumi bu avtomobilin vizual görünüşündən başqa interyerini də təqdim etməyə. Baxın, idarəetmə panelində 158 min yürüşdə olduğu açıq aydın görsənir. Bilməm, görə bilirsiniz yoxsa yox, yəqin ki, görə bilirsiniz. Start stopdur, monitordur və burada elektron əl əyləci, sükanın qızdırılması, oturacaqların isidilməsi və ventilyasiyası. Avtomobildə hər şey var deyərdim və xüsusi olaraq da oturacaqlarının səliqəli vəziyyətdə qalmağını sizə göstərirəm. Görürsünüz, dərə oturacaqlar olsa da və didilmə, sökülmə, hər hansı formada deformasiya mən burada görmürəm. Oturacaqlar da səliqəli vəziyyətdədir. Dirsəkliyi də səliqəli vəziyyətdədir və fırlanırıq bu tərəfdən. İdarəetmə panelinin şitin də səliqəli vəziyyətdə olduğunu sizə təqdim etməyə 158 min yürüşdə olan bu 1.7 dizel K5-in interyerindən keçirik arxa sərnişinlərin oturduğu hissiyə. Yəni burada da oturacaq hissə təqdim edirəm. Görürsünüz, burada səliqəlidir.
əla vəziyyətdədir və biz buradan yavaşca qalxırıq damına. Görürsünüz, nə qəşəng panoramik və böyük bir lüku var. Və biz buradan keçirik avtomobilin, görürsünüz, ön idarəetmə panelinə doğru yavaşca kameranı aparıram ki, o səliqə səhmanla tanış olasınız. Dəyərli izləyicilər, K5 Koreya bazarı üçün və 1.7 dizel 2016-cı il qapını da rahat bağlayırıq və kənarlaşırıq. Və sizə göstəririk kənardan arxa tərəfdən də görünüşünü. İndi isə dediyiniz həmin hibrid modelini tapmışam. 2016-cı ildir K5 Optima 2 benzin hibriddən gedir. Qardaşlar, yəni söhbət dediyim kimi 2 benzin hibriddən gedir. 2016-cı ildir. Maşın Koreyada yoxsa servisdir? Amerikadan yoxsa Koreyadan? Koreyadan, bəli, Koreykadır. Və indi mən bu K5-i, yəni 2 hibrid 2016-cı ilin K5-ini sizə detallı şəkildə təqdim edəcəm. Gedirik avtomobil incələməyə, yeri var həqiqətən də 2 hibrid 190 min real yürüşdədir. Qiyməti nə dediniz? 25 min manat da qardaş qiymətini deyir. Hibrid K5 2 mühərrik vizual görünüşünü təqdim edirəm sizə. Yavaş-yavaş fırlanırıq avtomobilin arxasına və yeri gəlmişkən soruşmaq istəyirəm ki, bu avtomobildə qəza, vuruq, dəyişən detal və s. olub yoxsa yox? Qabaq sağ qapıda rəng var, ha? Qabaq sağ qapıda rəng var, mən onu gördüm kənardan. Qardaş deyir ki, qabaq, yəni sağ sürücü yox, sərnişin qapısından gedir söhbət. Rəng var, qalan heç bir detalında rəng yoxdur. Belə dəyərli izləyicilər, avtomobil Koreyanın Polo full komplektasiyasıdır. Görürsünüz, açarsız daxil olma. Açırıq ön qapını, sürücü qapısını və biz buradan keçirik. İdarəetmə funksiyasını görürük oturacaqların, qalxırıq avtomobilin şitinə doğru və biz burada təbii ki, Optimaların, yəni bu K5-lərin ənənəvi ön şit quruluşu demək olar ki, 2015-16 yeni model maşınlardakı eyni forma görünüşdən gedir söhbət və biz buradan yavaş-yavaş düşürük. Sürətlər qutusunu hərəkətə keçirən mexanizmin bölündəki funksiyaları sizə təqdim eləməyə baxın. Oturacaqların həm yaxından göstərəcəm sizə. Baxın, həm isidilməsi var, həm də ventilyasiyası var. Yəni soyutma deyil, bunu qarışdırır bəzən bir neçə nəfər. Bu söhbət soyutmadan yox, ventilyasiyadan gedir. İsitmə və ventilyasiya. Və eləcə də sərnişin, ön sərnişin, isitmə və ventilyasiya. Və biz buradan təbii ki, qalxırıq detallı şəkildə şitin və ümumi klimat kontrolun görünüşünü və s. təqdim edirik. Buradan gəlirik 190 min yürüşdə olduğunu buradan da görmək olur. Görürsünüz, buradan da göstərə bilirik. 190 min yürüşdə olduğunu görə bilirik. Sükanın dərisi, ümumi görünüşü yaxşı vəziyyətdədir. Didilmə, deformasiya hər hansı formada biz görmürük. Dəyərli izləyicilər, avtomobil, yəni burada da funksiyasında göstərir ki, sürüşmə əleyhinədir, arxa yük yerinin açılmağıdır, benzin qapağının açılmağıdır və s. kimi funksiyalar da burada var. Yəni Koreyalıların Polo full komplektasiyasıdır. Burada da güzgülərin yığılmasıdır, qatlanmasıdır elektron şəkildə. Qapısını da örtürük və arxa qapını da açırıq. Sərnişinlərin oturacağı arxa oturacaqları da sizə təqdim edirik, dəyərli izləyicilər. Görürsünüz. Arxa qızdıranlar da var, bəli. Çünki Polo full komplektasiyadır. Qardaş onu da deyirdi. Yeri gəlmişkən həmin funksiyanı da sizə təqdim edirəm. Görürsünüz, arxa oturacaqların isidilməsi üçün. Belə, qiymətini neçə dediniz, qardaş? 25 min manat da start qiymətidir. 2016-cı ilin bu 2 hibrid mühərrikli K5-i, dəyərli izləyicilər. Bəli, dəyərli izləyicilər, xahiş etmişdiniz ki, F30 çək, amma mən F36 çəkirəm. M4-ə yığılan F36-dan gedir söhbət. 2015-ci ildir. Avtomobil nə qədər gedib dediniz? 272 min yürüşdədir. Qapılarını görürsünüz, çərçivəsiz qapılar. Bu aqressiv görünüş, baxın, maraqlı və motion bir görünüşdədir. M4-ə yığılıb, yenə qeyd etmək istəyirəm ki, 2 twin turbo mühərrikdədir bu F36. İndi mən buradan yavaş-yavaş elə qapıları açıqdır, bu fürsətdən istifadə edib interyerini sizə təqdim edəcəm, dəyərli izləyicilər. Görürsünüz, çərçivəsiz qapılardan gedir söhbət, dəyərli izləyicilər. Baxın, çərçivəsiz qapılar və mən bu qapıdan yavaş-yavaş enirəm hara. Gedirəm yavaş-yavaş bu F36-nın interyerini sizə təqdim etməyə. Baxın, oturacaqların idarə olunması, yaddaşı və s. Biz buradan qalxırıq. İdarəetmə panelinə doğru, şitinə doğru. Görürsünüz, F36-nın moşlu bir interyeri var deyərdim. Düzdür, biraz əl gəzdirmək olar, oturacaqları tam o deyil. Amma indi sizə təqdim edəcəm səbəblərin və s. Biz buradan yavaşcana qalxırıq.
Damını da sizə göstərirəm, görürsünüz. Lükü də var bu F-36-nın. İndi biz buradan çıxaraq, sərnişin tərəfindən çıxırıq. Vizual görünüşünü təqdim eləyə biz fırlanırıq maşının digər hissəsinə, yəni sürücü tərəfdən interyerini təbii ki, sizə təqdim eləməyə. Qardaş deyir ki, M4-ün qazanlarını qoymuşam, səs borucularına gedir söhbət. Sənəddə də bu qeyd olunub, təbii ki, görürsünüz, bu M4-ün qazanlarından gedir söhbət. Biz buradan qalxırıq. Avtomobili sol tərəfdən də vizual görünüşünü təqdim edirəm sizə. Çox qəşəng vəziyyətdə də həqiqətən də bir balaca bu F-36-nın sadəcə oturacaqların, ön oturacaqların dərisinə bir balaca əl gəzdirmək olar, yerinə düşər deyirəm. Başqa da yəni bir problem görmürəm. Görürsünüz, bu da arxa oturacaqları səliqəlidir, yaxşı vəziyyətdədir. Yəni pis deyil, normaldır. Görürsünüz, çərçivəsiz qapılar və s. Biz buradan yenə daxil oluruq. Yəni ki, full komplektasiyadır deyək də, full komplektasiyadan gedir söhbət. Baxın, oturacaqların yaddaşlı idarə olunması. Yəni, niyə oturacaqlara əl gəzdirməli olduğunu deyirəm. Görürsünüz, müəyyən didilmələr və s. var. Təbii ki, bunu da işləmək olur və bunu da aradan qaldırmaq olur bu problemləri. Yəni, ciddi problem deyil. Yəni, avtomobil əsas odur ki, avtomobil yaxşı avtomobil olsun. Və lip stoplara qədər bu avtomobildə hər şey var. Görürsünüz, lip stoplardır. Bu da buradadır lip stopları. Və biz buradan gəlirik head-up displeyə qədər bu avtomobildə mən müxtəlif funksiyaları görürəm. Görürsünüz, bu da head-up displeydir. Bu ön alın şəpat birisinin də nə olduğunu siz bilirsiniz. Mən deməsəm də olar. Əslində sırası görsənir kənardan. Bəli, F-36 yaxşı vəziyyətdədir. Qiyməti nə idi qardaşım? 33.500-ə deyir qardaş. 2 Twin Turbo M4-ə yığılan bu F-36-dan gedir söhbət. Dəyərli izləyicilər, Chevroletlərin bir çox modelləri var. Onlardan biri də Equinox'ların xalası olanları deyək, Traxxaslardan gedir söhbət. Bu mini crossoverlərdən gedir söhbət. Niyə mini crossover deyirəm? Yəni crossover kimi o böyük crossoverlərdən getmir də söhbət. Yəni kompakt yığcam, Jeep görünüşündə, SUV görünüşündə, SUV görünüşündə, crossover görünüşündəki Traxxaslardan gedir söhbət. İki dənə də qarşımızda, ikisi də eyni modeldir demək olar ki, o birisi 20-dir, bu da 17-dir. Aşağı yuxarı demək olar ki, ban görünüşü bir-birindən o qədər də ciddi formada fərqlənmir. Qiymətlərini soruşmaq istəyirəm. Qiymətlər neçə idi? 18.500 manat da qiymətləri də dəyərli izləyicilər. Bəli, 18.500 manat da bu Traxxasların qiymətidir dəyərli izləyicilər. Yer gəlmişkən elə Equinox'larda bazara ilk ayaq açanda aşağı yuxarı bu qiyməti idi. Görürsünüz, açarsız daxil olmayla da biz daxil oluruq Equinox'un xalası oğlunun salonuna və biz buradan görürük ki, oturacaqların idarə olunması və s. Equinox'dan bir balacadır deyərdim bunun görünüşü. Oturacaqlarının və damının ümumiyyətlə lükünü mən sizə təqdim edirəm daha doğrusu. Sonra biz keçirik oturacaqların idarə olunmasını göstərdik. Dəri oturacaqlar, səliqəli vəziyyət və biz buradan görürük ki, görürsünüz 179.077 kilometrdən gedir söhbət, millə yox. Amerikadan gəlsə də qardaşlar bunu kilometrə çeviriblər ki, daha anlaşıqlı olsun. Avtomobilin sükanında didilmə, sökülmə yoxdur. Paralel olaraq sükanda biz cruise kontrol və bir çox funksiyaları biz görürük burada. Səliqəli vəziyyətdədir, damında da bir dənə lükü var. Yəni ki, bu avtomobil LTZ versiyasıdır, hə? LTZ RS. LT versiyasıdır. Yəni premium komplektasiyada avtomobil LT versiyasıdır. Traxxaslar bazara artıq ayaq açmağa başlayıblar. Hansı ki, Equinox'larda bir zamanlar, bir 6-7 ay bundan qabaq dayanmadan bazara axın eləmişdi. Gələndə elə 17, 18, 19-a 20-yə təklif olunurdu. İndi qalxıb durub 25-in üzərində 26-ya 27-yə qədər. Bu avtomobillər də indi gəlib və indi gəldiyinə görə qiyməti də 18.000-ə 18.5-a təklif olunur. Səhərçim demişdi ki, 2015-ə qədər Toyota Corollalar tap çək. Onun üçün tapmışam, servisli, 2013-cü ildir. 1.6-dır səhv eləmirəmsə, yoxsa 1.6 servisli. Avtomobil yaxşı vəziyyətdədir. Bu Corollalar 2015-də elə eyni bu görünüşdədir. Yəni biraz ili təzədir, amma versiya olaraq eyni versiyadan gedir söhbət. Nə qədər gedib avtomobil? 250.000 yürüşdədir. Start qiyməti 20.300 manata da start qiymətidir və bu 1.6 servis Toyota Corolla'nın vizual görünüşünü sizə təqdim edirəm. İndi yavaş-yavaş mən gedirəm bu Corolla'nın interyerini sizə təqdim eləməyə. Buradan daxil oluruq hara? Ön sərnişin və sürücü oturacaqlarını sizə təqdim eləmək üçün interyerinə. Dəyərli izləyicilər, gəldik buradan 254.000 yürüşü biz buradan görürük. Baxın, bilmirəm, siz də görürsünüz yoxsa yox. Bura bir dənə qardaş Android monitor qoyubdu. Toyota Corollaların ümumiyyətlə interyerindən, yəni şitindən, ümumi görünüşündən çox şey danışmağa
Məncə ehtiyac yoxdur, çünki xüsusi bir şey yoxdur burada və ənənəvi sadə ön şitdir, ön idarəetmə paneldir və s. bu modellərdən gedir söhbət. Təbii ki, avtomobil sadə komplektasiyadır və görürsünüz ki, servisdə sadə komplektasiya olduğuna görə lük falan yoxdur. Oturacaqlar parçadır və bunu da mən sizə təqdim edirəm buradan. Bəli, sadə komplektasiyadır, qiymətini də mən sizə dedim, ümumi görünüşünü də ki, sizə təqdim edirəm. 2013-cü ilin 1.6 servis Toyota Corollasını sizlə tanış elədim. Dəyərli izləyicilər, 90'larda da vəziyyət gərgindir. 90'ların maşınlarında da yəni baxan yoxdur, alan yoxdur. Kareka və 1.6 benzin, yəni mühərrikdən gedir söhbət. Avtomobil nə qədər gedib? 154 min yürüşdədir, yaxşı vəziyyətdədir, yaş asfalt rəngdədir avtomobil və mən bunu, bu avtomobili detallı şəkildə sizlərə təqdim edəcəm. Yer gəlmişdən demək istəyirəm ki, bu K3'lərin, yəni Cerato'ların Amerikanka versiyaları daha çoxdur. Söhbət yalnız bu versiyadan gedir. Bu qarşımızdakı 2018 modelindən gedir. Bazarda daha çox Amerikankaları mən görürəm. Koreya çox az qarşıma çıxır. Onlardan biri də budur. Full komplektasiyadır deyəcəm, amma premium komplektasiya olduğunu görürəm. Açarsız daxil olması var. Sürüşmə əleyhinə və s. və burada oturacaqların idarə olunmadığını görürəm. Yəni orta premium komplektasiyadır, dərə oturacaqlardır. Lükü yoxdur avtomobilin. Qəşəng toxu vurubdur avtomobilin içərisindən, qəşəng qoxusu gəlir. Və buradan görürsünüz oturacaqlarını və ümumiyyətlə idarəetmə panelini şiti mən sizə göstərirəm. Oturacaqların 3, yəni xodda olan isidilməsini görürük, soyudulması və yaxud ventilyasiyası yoxdur. AUX və USB giriş çıxışları var və biz buradan gəlirik 154 min yürüyüşü olduğunu və idarəetmə panelindən də görürük. Görürsünüz, səliqəli sükanı var, didilmə, sökülmə və s. yoxdur. 154 min yürüyüşdə olsa avtomobil çox səliqəli idarə olunubdur. Maraqlıdır ki, start qiyməti bu avtomobilin neçə manatadır? Start qiyməti neçədir qardaş? 25.500-ə bu avtomobilin start qiymətini deyir. Bir dəyərli izləyici yazmışdı ki, bizim üçün W211 çək. Bəli, biri var qarşımızda səliqəli vəziyyətdə 2007-ci ildir. Avtomobil dizeldir, hə? 2.2 dizel, 2.2 dizeldir. İndi vizual görünüşünü təqdim edirəm. Nə qədər gedib dediniz? 236 min yürüşdədir bu W211 2007-ci il. Avtomobilin vizual görünüşü çox səliqəlidir. Baxırsınız, mən göstərirəm, deyir, B-kraskadır, qardaş, deyir, heç bir kənar rəng dəyməyib, yəni qəzası vuruğu olmayıbdır. 2.2 dizeldən gedir söhbət. Mən buradan keçirəm avtomobilin ümumi görünüşünü sizə təqdim eləməyə və buradan yavaş-yavaş gəlirik mühərrikxanaya. Ondan sonra keçəcəm bu W211-in interyerini sizə təqdim eləməyə. Görürsünüz, dəyərli izləyicilər, yəni nə boyda bir mühərrikdən gedir söhbət, 2.2 dizeldən gedir söhbət. Mühərrikxananın fikir versiniz genişliyini. Buna bəzən ütü burun Mercedes də deyirlər. İndi bilmirəm, bu odur yoxsa yox. Mən bildiyim bu W211-dir. İndi qardaş elegans versiyasıdır bu avtomobilin, həmin Mercedesin. İnteryerini mən qapını açdı ki, mən interyerini sizə təqdim edeyim. Yəni, görürsünüz, W211-in interyeri parça oturacaqlardır, səliqəli vəziyyətdir. Mən buradan daxil oluram interyerinə və görürük ki, burada yəni mebel işləmələr, bu W211-lərin ənənəvi vəziyyəti, yəni ki, interyeridir sizə. Bura bir dənə böyük bir Android monitor qoyubdur qardaş, 236 min də yürüyüşü var. Avtomobildə cruise kontrol və s. var. Görürsünüz, bunda da ələyləci bayaq ki, yeni nəsil 2015-in Y-klasında olduğu kimi 2007-də də buradadır. Biz buradan qalxırıq, hara damına qalxırıq və görürük ki, burada böyük bir dənə lükü var. Yəni premium komplektasiyasıdır bu W211-in. Əsas məsələ isə ondan ibarətdir ki, qardaş deyir, bir nöqtəsində belə kənardan sonradan yəni rəng dəyməyibdir. Öz zavod rəngidir, qəza vuruq və s. olmayıb və mən buradan sərnişinlərin oturması üçün tutulan arxa oturacaqları da təqdim edirəm. Parça oturacaqlardır və avtomobil çox səliqəlidir, dəyərli izləyicilər. Maraqlıdır ki, start qiyməti nədir? Onu soruşacağam maşın sahibindən. Yer gəlmişkən mən disk təkərin də səliqəli vəziyyətdə olmağını göstərirəm. Görürsünüz, təkərlər yaxşı vəziyyətdədir, ömrünə hələ çox var və diskinin də səliqəli olduğunu göstərirəm. Qardaş, avtomobilin start qiymətini neçə deyirsiniz? 22.800-ə deyilir bu 2007-ci ilin 2.2 W211-i, dəyərli izləyicilər, 22.800-ə. Baxın, bəzən deyirlər ki, bu qədər ili olan avtomobil
bu qədər yaxşı böyük olan avtomobillər niyə bu qiymətə deyilir? Mən bunun sizə bəzi səbəblərini deyim. O səbəblərdən biri ilə qarşımıza dayanır. Çünki belə avtomobillərin içərisində tək-tük bir avtomobillər var ki, rəng dəyməyib, qəzası olmayıb və salamat vəziyyətdədir. Ona görə də avtomobil sahibi deyir ki, mənim maşınım yaxşıdır və mən maşınımı niyə ucuz satmalıyam deyə bu fikirlə bu qiymətə deyirlər bazarda. Belə, buradan da göstərirəm sizə. Görürsünüz oturacaqlarını və şit ön idarəetmə panelinə qədər vəziyyəti. W211-dən gedir söhbət, dəyərli izləyicilər. 2.2 dizel. Belə, dəyərli izləyicilər, bu bazarda bu qədər deyirəm və yavaş-yavaş bazara tərk edirəm. Bazar sönmüş bir bazar idi, alqı-satqı yox idi. Qiymətlərdə isə bir dəyişiklik gözümə dəymədi. Əgər qiymətlərdə bir ciddi dəyişiklik olsaydı, təbii ki, onu da sizə təqdim edəcəkdim. Məndən xahiş elədiyiniz avtomobillərin hər birini çəkdim. Bir dənə Mitsubishi Pajero 3 motor tapa bilmədim. Tapsaydım, onu da çəkib sizə təqdim edəcəkdim. Bir də ürəyimdə qaldı Ford Fusion 2.7 Sport maşını tapmaq, çəkmək idi ki, o da qismət olmadı bu bazar və deyilənə görə onu bazarda, həmin model marka maşını bu bazarda tapıb çəkmək biraz gəlizdir. Demək olar ki, olmur bazarda. Hələlik özünüzə yaxşı baxın. Dostumuzun satış saytına da dəstək olmağı unutmayın. Maşınsat.az saytına gedir söhbət. Limitsizdir, elan yerləşdirmək sadədir və avtomobilin də VIN kodunu həmin saytda yoxlamaq olur. Dəyərli izləyicilər, tam ödənişsizdir. Avtomobil almaq, satmaq istəyirsinizsə bu saytdan yararlana bilərsiniz. Biz getdik. Hələlik gələn vloqu təqdim etdiyim vaxta qədər sizə sağ ol deyirəm.